Hə, samit səslər. Samitlər. Burada əzbərlənməli məsələlər var. Burada çox şeylər var ki, birinci olaraq samitlərin xüsusiyyətlərini öyrənmişdik. Daha içində və şifahi təkrarlayayım ki, vurğu qəbul etmir, uzun tələffüz olunmur, maniyəli səslərdir, sonra nətərdir, hecah formalaşdırırdı, avazlı və küylü səslərdir. Aciz ol. Bu samitlərdə deməli, burada var şəxlər 23 hərf və 25 səs var samitlərdə. Yəni bu xışdırıq və xışdırıq məsələsinə görədir. Samitlərin iki dənə növü var. Kar samitlər və cingiltili samitlər. Cingiltili samitlər. Uşaqlar, kar və cingiltili samitləri öyrənmək üçün biz rahat metodlarımız var ki, onlardan istifadə edəcəyik. İndi hələ ki bir baxalım görün, nəyə kar, nəyə cingiltili? Bu kar samitlərdə səs telləri iştirak etmir. Bunlar təkcə küydən ibarətdir. Təkcə küydən ibarətdir. Yəni musiqi olmur onlardan. Cingiltili samitlərdə isə ikisi də var. Küydə var və bir də nə var? Avaz. Musiqi yəni. Avaz, musiqi, eyni şeydir. Yəni ki, ikisi də var burada. Cingiltili ona görə cingiltili. Yəni səs telləri iştirak edir burada bu cingiltili samitlərdə. İndi biz kar samitlərlə cingiltili samitlərin qruplaşdırmasını edəcəyik. Qarşılıqları yazacağıq bura. Və bu metod yaxşı metoddur. İndi kar samitlərini bir-iki dənə sual cavab eləyək. Bir-iki dənə sual cavab eləyək. Sonra izahdan sonra baxaq görək ki, hamımız burada öyrənəcək sizlə. Heç bir adam olmayacaq ki, fərqləndirməsin onu. Deməli, bax, sən denə görək ki, z samiti kardır yoxsa cingiltili, Nuray? Kar. Yaxşı. Sən Tunar denə görək ki, b samiti kardır yoxsa cingiltili? Kar. Sən Dərya denə görək ki, n samiti kardır, cingiltili? Cingiltilidir. Röya sən kar aşırı. Röya sən denə görək ki, f samiti kardır, cingiltili? Kar. Hə, bəlkə cingiltili. Tərəddüd eləyirsən, düzdürmü? Hə? Tərəddüd var. Sən Aytaç denə görək ki, məsələn, x samiti kardır, cingiltili x. Bəlkə kar. Tərəddüd var da, düzdürmü? Hə. Desən denə görək ki, mənə q samiti kardır, cingiltili? Kar. Yox, nə dər ya? Bəlkə kar. Hə, cingiltilidir. Yaxşı. İndi biz bununla təbiləcəyik. Bax, tərəddüd olmamaq üçün. Biri var ki, götürüb şeir kimi əzbərləmək. Biri də var ki, metodla gəlir. 3 dənə söz yazıram bura. Deməli, bax. Ay, sağ ol, aferin sənə. Pişik, həftə, baxsan, bir daha baxmışsan. Pişik, həftə, sərçik. İndi bunların içərisindən mən samitləri çıxaracağım. Samitlər, sahibləri qoyuruq kənara. Burada yazırsam, hansı samitlər var? P, Ş, K. Bunlar hamısı kar olur, ha? P, Ş, Ç. K. Burada hansılardır? H, F, T. Yazar bura. H, F və T. Burada da hansılar olur? S, X, Ç. Yazar. S, X və Ç. 2 dənə də əlavə səs kimi Ç, ştırıq, bir dansı X, ştırıq. Bunlar nə oldu? Kar samitlər. Geridə qalanlar nə olacaq? Cingiltili samit. Mən deyirəm y. 3 dənə sözün içində y var. Onda cingiltilidir. Mən deyirəm məsələn s. 3 dənə sözün içində s var. Onda kar. Rahatdır, öyrənməyi belə. Həmişə yadda qalacaq. İndi burada qarşılığını yazaq da bunların məsələn. P, cingiltildə olacaq b. Sonra keçdim. Ş, cingiltildə nə olacaq ona oxşar? Ş, j, bəli, j. Sonra keçirəm k, g, bəli. Sonra keçdim ikinci sözə. H, bunun qarşılığı yoxdur, bir çək qoyuruq. Sonra f, qarşılığı nə olar? Cingiltili kimi v. Keçdim bura. T, t'nın qarşılığı olar d. Keçdik bura. S, yox, z, ay son. S, z. Keçdim bura. X, g, bəli. Keçdim bura. Ç, c.
Keçdim mineral. Mineral sözünü yadda saxlayaq. Bax, yazaq bura. Necə? Ha, bəs razı olsa soruşacaq ha. Bilməlisən də qarşılığı nədir? Qarşılıq rahatdır ki tapmaq. Hə, mineral sözünün hansıdır? R, L. Bunlardaki cingiltilidir ama kar qarşılığı yoxdur. Yazaq bura. Burada bir çıx. Sonra N, sonra R, sonra L, hə? Bunların da burada qarşılığı yoxdur. İki dənə də bura əlavə yazım. Karlar hər davam edir axı. Bura bax, iştiraklarda yazmalıyım axı, boş saxlamışam onları. Onlar səsdir amma. Yazıram bura transkripsiya açıb, yazıram ki, iştirak 9 sözündən yadda saxlayın. 9 olur. Hə, o Q. Ay, sonra yazıq Q. İndi bura bir dənə də qaldı. X iştirak, çörək yiyir. Çörək kim deyirik də? Ay, ürək kim? X iştirak, izah edəcəm bunları. Bir də olacaq burada yiyir. Söz bitdi. Samitlərimiz bundan ibarətdir. Qarşılıq və bunlar. İndi deyir ki, qarşılığı olmayan samit deyirsə ona diqqət edəcəksiniz. Qarşılığı olmayan samit neçədəndir dilimizdə? Neçədən qarşılığı olmayan samit var? Biri bu. Biri də bunlardır. 5 dənə. Kar qarşılığı olmayan samit neçədəndir bəs? 4 dənə. Qarşılığı olmayan deyirsə, bu da qatılır olaraq. Bunda yoxdur qarşılığı. Görürsən, heç çıx qoymuşam. Qarşılığı olmayan 1, 2, 3, 4, 5 çıx qoymuşam. Yəni, onun qarşılığı, onun oxşar səsi yoxdur dildə. Qarşılıq o deməkdir. Mesela düşündüm. Əgər deyir ki, kar qarşılığı olmayan cingiltili samitlər. Şərtə diqqət edəcəksiniz. Onlar bunu deyir. Mineral sözünü nədir? Minerali. Yoxsa deyir ki, qarşılığı olmayan, bax o çox vacib məsələdir. Qarşılığı olmayan samit işlənmişdir, məsələn deyir, H-nı nəzərə almır şagird. Niyə almırsan ki, H da qarşılığı olmayandır? Demir ki, cingiltili ya da kar. Yəni ona diqqət edəcəksiniz o sözə. Yaxşı. İndi biz hansı sözlərlə öyrənirik bu kar samitləri? Bax sözlərimizə. Ay, sağ ol. Bu sözlərdə olan samitlər necə samitlərdir, Tunar? Kar samitlərdir. Yəni, həmişə yadda saxlayarıq bunu. Yaxşı, keçək. Samitlərin bölgüsünü elədik. İndi samitlərin tələfüzü. Yazılır ki, samitlərin tələfüzü. Samitlərin tələfüzü iki cür olur. Eyni cinsli qoşa samitli sözlər, müxtəlif cinsli qoşa samitli sözlər. Eyni cinsli qoşa sahibli sözlər, müxtəlif cinsli qoşa sahibli sözlər. Bu o deməkdir ki, eyni cinsli deyirsə əgər, iki dənə eyni samitdən söhbət gedir. İki dənə Q, iki dənə X, ay soğan. Məsələn, iki dənə K, düz deyirsə. Yəni, o eyni samit olmalıdır. Müxtəlif cinsli deyirsə, məsələn, deyək ki, plan, P-lı, müxtəlif cinsli. Bu müxtəlif cinsli deyəndə siz elə başa düşməyin, biri kar, biri cingiltili olmalıdır. Başqa hərflər olmalıdır. Olursa ikisi də karlı, biri bundan, biri bundan hərflər. Anladıq mı? Neftçi, fıtı məsələn. İkisi də karlı, amma müxtəlif cinsli gedir o. Başa düşdük mü? İndi biz danışırıq eyni cinsli qoşa samitli sözlər. Eyni cinsli qoşa samitli sözlər. Eyni cinsli qoşa samitli sözlər. Yaxşı, bunlarda deməli 4 dənə sözlə, hərf olur daha doğrusu. Bax, qoşa qılar, qoşa qılar, qoşa tığlar, qoşa kığlar. 4 dənə bitdi. İndi yığlar da yazırım, bitdi. Bu 5 dənə qoşa samitdə fərq olur. Deməli, başqa qabağımıza çıxsa əgər nəsə qoşa samit, onda fərq olmayacaq. Məsələn, addım sözü. Addım, mən D-ni yazmamışam ki, bura yox. Olduğu kimi qalacaq. Deməli, bunu belə yadda saxlayaq. İndi deməli, bura nətə olur? Keçirik bura. Ay, sol.
Yazılışda qoşa p varsa sözdə, tələffüzdə nə olur? Biri b-yə çevrilir, ikincisi. Düz deyirsən, qarşılığı kimi tələffüz olunur. Keçdim bura. Q'lar varsa olacaq birincisi k-ştırıq, 9 sözünə yadda saxlayın. K-ştırıq və q. Sonra t'lar varsa ikincisi d-yə keçəcək tələffüzdə. K-lar varsa ikincisi nəyə keçəcək? G-yə keçəcək. Y-lar varsa o ayrı məsələdir. İyyat, iyyə. Deməli, ayso, iyyat, düz deyirsən. İyyat, iyyət. Bir də iyyə. İyyə. Varsa bir yıl kimi təfsir olunur. Əgər sözün içində bunlar varsa, şəkilçi demirəm, amma bunlara hissəcik deyirəm. Əgər məsələn deyək, ədəbiyyat. Ədəbiyyat, ədəbiyyat. Amma bir dənə istisna var, niyyət söz. Niyyətdə heç nə dəyişmir. İyyət var içində, amma niyyət. 2 yığına yazdın, elə ikisində də deyəcəksən niyyət. İki yığ yazılanda, deyiləndə bir yığ. Ədəbiyyat. Bəli, bəli. Riyaziyyat 2 yığ, deyəndə bir yığ. Riyaziyyat. Bildikmi? Çünki iyyat var orada. Mədəniyyət, iyyət var orada. 2 yığına yazdım, deyəndə mədəniyyət. Bir yığına qaldı. Bildik mi bunlar? İndi bunlar ayət hərəsindən bir söz yazaq. Məsələn, deyək ki, hoppanmaq. Hoppanmaq. Olacaq, kala bu. Hop, hop, banmaq. Ola biləcək, keçmədiyim qayda olar. Sonra keçdik bura. Məsələn, bura yazırıq saqqız. Çıqığına yazdım. Necə tərsi olacaq? Saq. Bunu yazdım. Olsun. Saq. Qız. Sonra keçdik bura. Çığları yazmağa. Yazır bura. Hətta. Bəli. Hətta yazdık. Hətta. Hətta. Keçdim bura. Çığları yazmağa. 8. Bəli. 2 köyünə yazdın. Oldu tərsi. Köy kökü. Sək. Biz. Burada yazaq elə bir məsələn deyək ki, mədəniyyət. Mədəniyyət. Olsun mədəniyyət. Birini yazın, artıq yazın. Birini yazılmalıyım. Mədəniyyət. Mən nə yazır? Hoppanmaq. Mən elə səhvlərlə çox edirəm. Deməli, baxaq, neçə dənə sahibdə fərqlilik yaranır? 5 dənə. 1, 2, 3, 4, 5 dənəsində fərqlilik olur. Qalan samitlərdə isə fərqlilik olmayacaq. İndi sən denən görək ki, adı nədir? Nuray, y cingiltlidir, kardır. İşte o. Hardan verin ki cingiltlidir? Düz demişsin. Həftə. Yox. İşte o. Görsən, elə tapılır. Düz demişsin. İndi burada bir istisnası var. Onun istisnası yazaq niyyət. Yazaq burada istisna. İstisna, niyyət. 2 yığına iyyət var, amma olduğu kimi qalacaq. Belə. Davam edirik. Kim başa düşmədi buradakilərdən? Özlük. Tapıltı necə tələffüz olunacaq? Bıltı. P'ların biri B'ye keçir. Kim başa düşmədisə desin təzdən deyim. Heç bir problem yox. İndi keçirik müxtəlif cinsli. Müxtəlif cinsli qoşa samitlik sözlər. Bax, bunlardan hansıdır? Fıtı, şıtı, xıtı, məsələn, hıtı olsun, hıtı, üstə gəl, sait,
sait varsa, onda bu h-tlarımız belə olur ki, deməli belə olacaq da. F-dı, sonra ş-dı, ş-dı, sonra olacaq h-dı. Ay, sağ ol, h-dı. Bir də olacaq h-dı. Hadi bir yazaq. H-dı. Nümunə deyək bunlara aid. Məsələn, deyək ki, bəxt, bəxt sözündə x-tı var. Və ondan sonra bir in şəkilsini artırıram. Bəxt. Necə deyək? Yazanda bəxtin yazacağım. Amma deyəndə bəxtin, bəxtin getirir. Görürsən? Bax, bu hərf birləşmələri üstə gəlir. Sait varsa bunlardan sonra tığlar nə olur? Hə, ancaq sait varsa. İndi yenə yazırıq ki, bax, bu hərf birləşmələri f-tı, ş-tı, sonra x-tı, ondan sonra h-tı, üstə gəl, samit varsa əgər bunlardan sonra. Samit varsa əgər. Onda nə olur? Belə qalır. Təkcə f-lar, t-lar yoxa çıxır. F, sonra ş, sonra x, şimdi yazacağım bunu. X, hansıdır? H, belə olur. Məsələn, deyirəm ki, neft, neft sözünə f-tı var. Gəlin buna sait artıraq. Hə, neftə. Yazılış düzdür. Tələffüz? Bəli, bəli, neftə olacaq. Neftə. Ha, indi onu eləyirik. Eləyirik bura neft. Çı şəkilsini gəlir üstünə. Çi, samit gəlir. Ay, son, nətər tələffüz olacaq? Neftçi, bəli. Neft getdi. Çi. Birliyi yadda qalar, qayda. Əla. Ondan sonra həftə sözü necə tələffüz olunur? Həftə. F-tı var, üstə gəl sait var. Ondan sonra. Yaxşı, bu qaydan başa düşdük. Başa düşdün sən də? Əla. Davam edək. Sonra n-nın, bax bu n-dan sonra əgər deməli m, bir də b gəlibsə, onda m kimi tələffüz olunur? Kimi tələffüz yəni deyilir. Tələffüz edilir. Ay, sonunda. Hə, deməli, bax, bu da yaza buram, məsələn, mənbə olsun, şənbə olsun. Şənbə. Bax, hə, bax, məsələn, n-dan sonra nə var? B var, şənbə. Onda n m-ya keçəcək, qaydadır. Olacaq, şənbə. Fonetikada qaydaları üstün tutmamışıq. Hə, n m-ya keçir, bəli, bəli, bəli. Başa düşdük? Yəni, n-dan sonra əgər m və b gəlibsə, onda n, m kimi tələffüz edilir. Birini yazaq. Görünmək. Görün-n-dır. Görsən n-ni yazdım. Gözlə tərqə yaxşı yazmadım. Görünmək. Və n-dan sonra m var. Onda... Aa, ne olacaq onda o? Bəli. Olacaq bir. M-nın biri. Bax, bu keçdi ora m oldu. Yəni, m özü də gəldi yanına. Olur, belə. Məsələn, deyir ki, dayan. İndi mən bura dayanmır eləyirəm. Baxın, dayanmır. Yazılış budur ya, dayanmır olmalıdır. Pəs tələffüz? O doğru. Dayanmır olur. Dayanmır. Yox, qaydan başa düşdük. N-dan sonra gəldi M və B, ondan N-ın özü M-ya keçəcək. Tələffüzdə yazılışda yox. Yaxşı, bir də nəyə diqqət edəcəksiniz burada? Orada qayda kitablarınızda N-la yazılan sözlər var, M-la yazılan sözlər var. M-la yazılan söz elə olsa M kimi olacaq. Orada heç bir dəyişiklik olan deyil. Dəyişiklik var, N-la yazılıb söz M-ya keçəcək. Anladıq mı? M-la yazılıbsa nə dəyişiklik olacaq? M-la da elə M kimi qaldı yerdə. Başa düşdük o onu. M-la yazılan sözdür, məsələn deyək. Ondan sonra B gəlib. Yenə hələ M-dır, elə M-dır qalacaq da.
Köçlü. Bir de o qayda kitabımızda orada verilib sizin üçün. N ilə yazılan sözlər, M ilə yazılan sözlər. Onları ezberlemek lazımdır genelde sizin üçün. Hə, devam edək. Başqa qaydaya keçirik indi. Başqa qayda. B, C, D, G. Məşhur hərflərimiz, səslərimiz ki, bu sözün sonu əgər bu yazdığım 4 dənə hərflə bitirsə, 4 hərflə bitirsə və bunlardan sonra sait gəlirsə, bu hərflə bitib söz, ondan sonra bir dənə sait artırmışam. İstir bitişik, istir ayrı, fərq eləmiş. Axır sait var orada. Nə oldu? WhatsApp-dan götürürüm. Yaxşı, sait gəlibsə bunlardan sonra, deməli onda həmin bu hərflər səs kimi olanda yerində qalacaq. Məsələn, B kimi, sonra C, elə C kimi, sonra D olduğu kimi, bir dənə də B, C, D, G da olduğu kimi qalacaq nümunəyə baxmalıyıq. Məsələn, yazırıq bura. Bu bulut. Sözün axırına nə bitdi? D-na. İndi mən bunu sahit artıram. Bulut, məsələn, deyək ki, bulut U. U deyirəm, U yazıram. Hə. Yaxşı. Buludun sözünə necə nədə təmsil olacaq o uşaqlar? Yerində qalacaq. Yüzü sahit var ondan sonra. Olacaq. Buludur. Şimdi deyirəm ki, məsələn, çəkic, deyək ki, məsələn, söyləmək istəyirəm bura, yer, biraz anormal bir şeydir, deməli, nəyə baxıram? Deyirəm ki, bitişikdə ola bilər, ayrı da ola bilər. Ona diqqət edin, siz söz var da onun. C-dan sonra nə var? Sait. Ona nə olacaq? Bəli, olduğu kimi qalacaq. Ona yazırıq çəkic. Çəkic. Hə, indi daha ardı vardı qaydanın. B, C, D, G, üstə gəl. Samit. Üstə gəl. Heç bir hərf. Onda belə deyir. Heç bir hərf, ikisi də yəni. Samit də gəlsə, heç bir hərf gəlməsə də onlardan sonra, onda karlaşma olur. Yəni, karlaşma necə olur? Karlaşma deyəndə ki, bunlar cingiltilidir hal-hazırda özü. Görürsünüz bunlar. Bunun qarşılıqlı kimi yəni, karlaşır. Bunun qarşılığı nədir? P kimi olur. Bu oldu P. O birisi C'dır da, düzdürmü? Ç kimi tələffüz olundu. D və T kimi tələffüz olundu. Aslında G da K kimi. Aysa. İndi nümunəyə baxın. Bax, deyirik bura ki, məsələn, deyək ki, ağac. Necə? G olmalı, yox. Ne olsun ki? Ben başa düşmedim. Ben ne söyledim? Siz başa düşünürsünüz. Ha. Ha. Orada kız olur yani. P olmur. Yok olmur. P olmur. B P olur. C Ç olur. Sen başa düşünmüyorsun öyle bilirsen. C hardadır bizde? Ha G. G'nin karşılığı nedir? Ha. Ha, G hərfi deyəksir. Ha, G deyil axı. G'nin qarşılığı Q'dur. G, Q. Başa düşdün? G'nin qarşılığı G deyil yəni. Ona görə elə yazmışam. Ha, sən yaxşı izah edin. Sən yaxşı izah edin. Ağac sözünün heç nə yoxdur ondan sonra. Nə eləməliyik? Bax, heç bir hərf. Ç kimi olmalıdır orada. Deməli, bəli. Ağac. Ha, heç bir hərf gəlməyibsə, onda
karlaşma baş verir də yəni. İndi deyirsən ki, bura məsələn deyək ki, tüfəng Sami tərtib. Tüfənglər. Tüfəng yazmalıyam. Məndə bax bu məsələlər var. Tüfəng, yazacağam. Tüfənglər. G-dan sonra nə var? Onda nə olacaq? Bəli, tüfənglər olacaq. Tüfənglər. Qaydamız bundan ibarətdir. Yəni, sait bitişikdə ola bilər, ayrı da ola bilər. Samit bitişikdə ola bilər, ayrı da ola bilər. Ona diqqət edəcəksən. Hə də, eyni şey. Eyni məsələ deyənidir. Yəni də eyni məsələdir. Birincisindən sonra, əgər bu hərflərdən sonra sait gəlsə, bunlar olduğu kimi qalacaqlar. Bax, B, C, D, G. Sait gəlibsə əgər bunlardan sonra. Nə tərmin bunu yazmışıq? Bax, bulud sözünə bax, buraya kimi. Bulud sözü. Nə ilə bitir bulud sözü? D-nə. Düzdür? Bu D-nə yazılır da. Ondan sonra nə gəlib? Sait. Düzdür? Sait gələndə nətə olurdu? Bu kimi qalacaq. C kimi qalacaq. Mən də nə eləmişəm? Bulud. Bax, görürsən, bulud yerində saxlamışam. Görürsən? D-nı T eləməmişim daha. Sait gələndə heç bir şey eləmirsən, yəni. Nətə var? Bu hərflər, sonda olan hərflər. Olduğu kimi yazırsan ora. Samit gəldilər. Hə, samit gələndə və heç bir şey gəlməsə əgər, onda artıq başqa olacaq. Qarşılıq kimi olur. Məsələn, bu P kimi belə bir şey olur. Başa düşdün Tunar? Əla. Sən başa düşdün, arkadaşlar. Başa düşmədin yoxsa? Sən təzdən izah edə biləmiz. Başa düşmədin, deyilən təzdən izah edeyim. Hə, yəni utanmaq lazımdır. Yaxşı, keçdik başqa qaydamıza. Hə, qayda çox, adam üzür burada qaydaların içində. Yaxşı, daha gerək, bunu yazdı, özünü yazmışıq. Q və Q. İstəyirsiniz onu izah edeyim, başlayın ki. Q'nın birinci hansına başlayaq? Q'dan başlayaq, Q'dan başlayaq. Q, Q. Hansı yaxşıdır? Q. Bunlar məşhur. Biridir. K hərfi müxtəlif səsləri ifadə edir. İfadə edir, yəni özünü başqa cür ola bilir. Məsələn, söz K-na yazılır, amma deyəndə başqa cür deyirsən. O K yazılışda qalıb elə K. Özü kimi qala bilər. Bu K özü kimi qala bilər, yəni K. Yəni K hərfidir bu. Bu bilirsiniz nədir? Bu yuxarıda yazdığım. K. K bilirsiniz nədir? K. Bakı deyəndə, məsələn deyək ki, biz Bakı demirik də, Bakı yox, Bakı deyirik. Düzdür? Bax, budur. K. Deyirsən adama ki, K deyilən ay insan, K. Düzdürmü? Kənd, K. O K deyil. Kənd sözündə olan K deyil. K ayrı şeydir, K ayrı şeydir. Bax, onu həmişə yadınızda saxlayın. K ayrı şeydir, kobud K deyirsən. Bir də incə K deyirsən. O incə dediyin budur. O birinci. Buraya yazırsınız ki, kənd. Kənd. Necə tərsi olunur? Bunlar, sağ ol, bayaqda məsələn yazırsan. Yəni, yerində qalacaq da bu, düzdürmü? K-da kənd. Kənd demirəm axı. Belə. Keçdim ikincisinə. Əgər K kimi deyilirsə, deyəndə K kimi deyiriksə, onda K iştirik olur artıq orada, o K. K iştirik. Bu iştirik olacaq. Buna deyirlər K. Yəni, elmi dildə K deyirlər buna. İndi bunu yazaq məsələn buraya ki, dekabr. Dekabr. Baxın burada, dekabr deyirik ki, dekabr deyirik. Dekabr yoxsa dekabr? Dekabr. Yoxsa K deyirik də, onda bu K iştirik olacaq tələffüzdə. İştirik. İndi deyər, sual olar ki, dekabr sözünün yazılışı və tələffüzü arasında fərq varmı? Yoxdur. Yoxdur. K-nın K iştirikə keçməyi o fərq sayılır. Amma Q-da isə olacaq artıq fərq. Q-nın Q da K iştirikə keçə bilir. 9, əranızda gəlir 9 deyirdik. O fərq. Vuruyor. K iştirikin qarşılığı Q. 9 sözünü yadında saxlamışım.
9 sözündəki qıllardan biri çünki köçdürük olur. Hə. Məsələn, deyək ki, kosmos sözündə uşaqlar. Köçdürükdür, yəni kıdı kıdı. Nuray, Nuray da adın. Hə, kıdı kıdı. Kı olanda hansı olur? Sən də kosmos sözünü belə eləyəcəksin də. Burada yazacağım. Bax, sən belə köçdürükünü qoyacaqsın. Çünki köçdürük olmağı göstərir. Kosmos. Çox bildik bunu biz. Yəni kırmızı vaxt keçir. Hə, indi. Hə, xışdırıq, y. Hə, qoy indi nə edək? Başlayaq xışdırıqdan. Xışdırıq da belə bir şey var. Y. Qısacası y. Y-nın kölgəsi. Daha bir şey ona bakın. Y-nın dostu, Y-nın kölgəsi. Y-nın. Y özü yoxdur, Y-nı əvəz edir ancaq o. Ürək yazdın, amma yerində nətədir? Ürək deyirik. Onu xışdırıqla göstərirsiniz. Deməli, bu belə yazırıq da bunu. Ki, iki halda bizim K hərfimiz xışdırıqa keçə bilər. Yəni, Y kimi ifadə oluna bilər. Tək, əgər sözə saitlə başlayır, bunu necə yoxlayacaqsınız? Sözə saiti artıranda K Y-yə keçirsə, tək halda xışdırıqa keçəcək o. Məsələn, bir dənə testdə söz çox var amma. Məsələn, deyək ki, kəpənik. Kəpənik. Belə bir söz çıxıb ki, bunun faizli təhlillə var, o doğruluğunu göstərir, ya yanlışı göstərir. Mən bir dənə özümdən eyəcəm, həmin anda. Bir dənə sait artıram bura. Yox, sait artıram. Kəpənə. Belə yazmaq düzgündür bunu. Nə olur onda bu sözdə? Elə yazanda da, tələffüz eləyəndə də y-dır. Birazdan onu izah edəcəm. Bu buradadır. Y məsələsidir o. Çünki sait bitişikdir ona. Hə, deməli y gəlir də bura. Düzdürmü? Bu sözdə, bu kəpənək sözü K-Y-yə keçən sözdür. Onu yoxlayırsınız həmişə özünüz üçün. K-Y-yə keçən sözdür bu, yoxsa keçməyən sözdür. Necə sait artırırsan baxırsın. Şunu özün üçün kənarda, testin kənarında, boş yerdə yoxlayırsan. Hə, keçin. Bəli. Ay, sağ ol. Xışdırıq tək olsa olacaq. Belə halda kəpənək olsa yox, xışdırıq söhbət etmişdir. Həm də kəpənək, yəni xışdırıq deyirsən də. Xışdırıq deyirsən. İndi tək halda kəpənək çıxıb qabağımıza. Mən buraya yazıram və elə bu kəpənək sözünü. Kəpənək. Bu başında oynayacaq kəpənək sözü. Yəni, kəpənək sözü tək halda. K-Y-yə keçən sözdür. K-Y-yə keçə bilən sözdür. Hə, K-Y-yə keçə bilən. Ondan sonra nə gəlib? Heç nə. Onda xışdırıq olacaq. Biri bu. Ha, bir vəziyyəti o. Yəni tək halda olanda xışdırıq. Yox, o x deyir ki. Bu x deyil. Buna x-dan əsər əlamət yoxdur burada heç. X, x ştırıq, x ştırıq, y deyirsiniz, y. Bu göstəriş üçün belədir, göstəriş. Göstəriş üçün. Aldatmasın sizi bu. X zad deməyin ha bunu. Ürək zad deməyin ona. Ona y deyirsiniz. Xışdırıq. Yox, səsləndirəndə elə belə qrammatik cəhətdən də xışdırıq deyirsiniz. Amma tələffüzə keçəndə artıq. Məsələn, mən bu sözü oxuyum bunu mən kəpənək. Kəpənək. Sən oxu? Hə, xızı demək, kəpənək xızı demək orada. Orada kəpənəkdir o söz. Bu bir tək halı. İkinci vəziyyəti, əgər ki, sözün ortasında 3 dənə deyək, o birini də bunu. Sözün ortasında ki-dan sonra kar samit gəlibsə. Məktub. Məktub. Məktub sözü məktub kimi deyilməlidir. Düzgün bir şey deyil, amma qəbul edir, belə deyir yazın. Məktub. Məktəb, məktəb. Yəni xışdırıqla olmalıdır o söz. Məktəb. İndi məktub sözünü yazıram bura. Məktub. Tub. Nə pırında eləyirəm, burada pırında. Məktəb, məktəb. Bildik mi? Məktəb. Əslində məktəb deməksən, yəni qrammatik cəhətdən demək ki, məktəbə edirəm. Məktəbə etsən, o başqa rayonların danışılır. Sonra üçüncü vəziyyət nədir? K-dan sonra, əgər bizim K-mızdan sonra samit gəlibsə, bax, K üstə gəl, samit
Onda xışdırıq. Məsələn, deyək ki, ürəkdən. Ürək sözü ki, y-yə keçə bilən sözdür. Hə, keçə. Onda o nə olacaq? Xışdırıq çevrilmə olacaq. Çünki samit gəlir. Ki üstə gəl, samit var orada. Ki üstə gəl, samit. Üstə olacaq. Ürək. Ay Allah. Özün bilirsən, ürək. Xışdırıq yazmalıyım. Hə, işte ürəkdən. Hə? İkincisi, o biraz zənnətədir. Kar samitdən, sözün ortasındakı k-dan sonra kar samiti varsa xışdırığa çevirir. Hə, ancaq yapsın. Sözün ortasından söhbət gedir. Hə, bu bayaqdan dediyim sözün axırında da ancaq. Hə, indi bax, bir dənə söz yazıram ora. Bax. Və Aytar, bu sözdə hansı samitlər var? Samitlər mən deyən, buraya yazıram mən. Bax, çıxarıram, yazıram oraya. B, Z, bir də K. Və evet. İndi sən demə görə Tunar, samitlər çıxar oradan. Hə? Samit. Buzlu 2'dir, saxladım bunu yerlə. Röyasan samitləri çıxar oradan. Buzlu 2 saxladığın yerinə, saxlayanları əldə etməyəcəm. Sən Nuray çıxartları, hələ sənə demirəm, Dərya, deyəcəm. Hə, samitləri çıxar oradan. Hə, saxladığın yerində. Nurlan, samitləri çıxar oradan. Buzlu 2. Ramal, samitləri çıxar oradan. Buzlu 2. Aytəsən çıxarmışdın samitləri oradan. Hə, Dəryasan çıxar. Bızı, bir de ne yazın bura? Xışdırıq kimi dedik? Eyvallah. Xışdırıq. Bizim cevabımız budur. O yox. Mən nə demişdim keçən dəfə? Demişdim ki, tələffüz, fonetikaya aid söz görmüsənmi? Sualda hər var dinləyicisi. Tələffüz getməli, tələffüz. Bu sözün tələffüzü necə olur uşaqlar? Ay, sohbət. Hə, deyəndə necə? Bunu oxuyu görün, Aytəc, bunu oxu. Ay, bəzək. Ona görə çıxartdıq, oraya yazdıq onları. Deyəcək ki, bəzək sözündə, məsələn burada, bəzək sözündə ki, k samitinin qarşılığı g-dir. Doğrudur, səhvdir? Səhvdir, ki yoxdur bizdə. Bizdə xışdırıq. Biz də tələffüzə görə baxırıq bütün işlərə. Bizdə yazılış lazım deyil. Yazılışa baxsan, biz səhvlər eləyəcəyik ancaq. Bunu silir. Artıq şeylər silir. Bunu qarşılayırız. Yaxşı, devam edelim. İndi keçirik y. Y-nın özünə. K nə vaxt y-yə keçər? İki vəziyyətdə. Əgər sait bitişiksə, bax, belə edelim. K üstə gəl, bitişik. Sait. Bitişik sait. Bir ayrı sait var, bir de bitişik sait var. Bitişik sait, onda ne olur? Həmin K. Deməli, nə olur? Y-yə keçir. Yazılışda da, tələffüzdə də. Yazılışda da, bax, yazılışda da, tələffüzdə də. Mən buraya bir dənə söz yazıram. Məsələn, deyək ki, çiçək sözünü yazıram. Milli sözlərdir bunlar. Çiçək sözündə əslində K nə yazıram. Düzdürmü? Fikrimdən keçirir ki, bir sait artırım ona. Bitişik sait ama ya, ayrı yox. Bitişik saitdən söhbət gedir. Fikrimdən keçirir ki, ona bir sait artırım. Məsələn, çiçək, saitini artırım. Çiçəkə. Onda mən bir dənə nə eləməliyim? Yazılışda da mən düzəliş eləməliyəm. Bunu mən silməliyəm buradan. Və bir dənə y yazmalıyam bura. Keçirəm tələffüzə. Nə edirəm? Saxlayıram yerində. Nə olur? Ayrıca eləyərsənsə xışdırıq. Və bayaq ki. Bax. Görsən? Hə? Necə? Yox, yazmırsın. Belə, bu çiçəyi sözünə sait gəlir baxar. Bax,
K-dan sonra üstəgəl bitişik sait varsa, həmin K, Y olur. Yazılışda da, tələffüzdə də. Bunlar qaydadır. Bir-iki dəfə, bir neçə dəfə bunu beyninizə yeritin bu qaydanı. Çox, sizindir. O çətin bir şey yoxdur. Dərsin tek izahı gedir orada, yəni, qeydi gedir. Açın dəfələrlə baxın buna. Bu nə olan şeydir? Nətər olur bu? Onda daha yaxşı anlayacaqsınız. Vaxt vermək lazımdır. Siz birinci dəfə də öyrənirsiniz. Yaxşı, indi keçirəm təkcə tələffüzdə K-nı Y-yə keçməyi. Deməli, onda K üstəgəl ayrı sait. Ayrı sait. Onda nə olur? Onda olur. K yazılışda, tələffüzdə isə Y. Məsələn, istəyirsiniz eyni sözlə yazaq. Məsələn, yazıram bura ki, çiçək sözünü yazmışam. Bir də orada ətri sözünü yazıram. O tərəfə, yanına. Ət. K-dan sonra ait bitişikli ayrı. Ayrı sonunda nə etməliyəm? Tələffüzdə bunu Y eləməliyim. Bəlkə, yox. Onu belə edirsiniz. Çiçək. Bunlara diqqət etmək lazım. Başa düşün ayətlər nətər olur? Belə xırda məqamlar deyib, sən biraz dərk etmək lazımdır ki, orada söhbət nədən gedir? Bu qaydadır da, yəni. Dərk etdin mi, sənin deyə ömür boyu sənin yaddan çıxan deyil orada məsələ. Mən belə öyrənmişəm bunları 7-ci sinifdə. 7-ci sinifdə mənim müəllim var, İlkin müəllim. İlkin Zeynalov. Bakıda məşhur müəllimdir. Çox məşhur müəllimdir. Mən o müəllimi öyrətdim mənə. Müəllimi öyrətib, bayaqdan sizə izah elədiyim metodların hamısını 7-ci sinifdə öyrəndiyim metodlar. Ölçünü görün gözəl metodlar. 7-ci sinifdə öyrənmişəm. Hələ də illər keçsə də ömrümün axırına kimi yadımda qalır. Mən də onu deyirəm ki, bunu anlayıb yadda saxlamaq lazımdır. Əzbərlə az yadda qalır. Anlamaq lazımdır məsələni. Əgər anlamadınızsa, müəllim onu başa düşmədi müəllim. Tezdən deyə bilərsiniz. Bu çətin bir şey deyil. Bu söz çətin söz deyil. Nuray, başa düşdün Nuray? Müəllim onu bilmədi mi? Bir dənə də deyin də müəllim. Burada nə var ki, deyim tezdən deyim sizə, yenə də başa düşün. Ola bilsin ki, öyrəndim burada, evə gedəndə yadımdan çıxdı, açı bax, izaha. Aç izaha bax. Yaxşı. Onu bir dənə indi xətti düzəltim buradan. Xətti çəkməliyəm. Bura nə üçün xət çəkəcəm? Köşdürük üçün. Yox, köşdürük yox. Nə yansı qaldı? Gü. 8 söz var ya bayaq. Yanınıza gəlir, onun üçün. Onun üçün yazdım. Çox bitdi bununla da. Buradakı rahat bir şeydir. Oşa ki gördün mü? Həmişə yoxa istisnalar var. Akkordion, akkumulyator, belə sözlər var ki, onlar ki, onu biləcək sözümüz. Yazar bura. Məsələn, deyək ki, Məkkə. Ki-ilə yazıram. Bəli. Olacaq. Məkkə. Mürəkkəb, mürəkkəb. Axırda. Bu K-nın bildirdiyi səslər 5 dənə oldu. 1, 2, 3, 4, 5. Ən çox səs bundadır. T-da 4 dənədir. Anladıq mı? Yadda qalar. Yaxşı. İndi Q səsinə baxaq. Yaxşı. Bunlar hamısını formada. Burada çəkdiyimin PDF-ini qrupa göndərəcəm. Burada izah elədiklərim hamısı burada səhifə. Neçə səhifə izlənir? 6 səhifə. Bunlar hamısını göndərəcəm qrupa. Elə bir formada görəcəksiniz. İndi 7-ci səhifəyə keçək, qızla bağlı. Q özünü bildirər. Sonra birinci yazını nə bildirir? Sonra yazın. Q bildirər X-nı. Elə belə X, yəni xışdırıq yox. Q bildirər G-nı. Sonra Q bildirər sonuncu K-şdırıqı. Q özünü sözün əvvəlində və sözün ortasında yəni belə qala bilər. Deyək ki, məsələn, sözün əvvəlində bir vəziyyəti. Məsələn, yazıram bura qələm. Yerində qalacaq. Qələm. Bu bir vəziyyət. İkinci vəziyyət, sözün ortasında olan Q-dan sonra cingiltili samit varsa, cingiltili, onda Q yerində qalacaq. Məsələn, iqlim. İqlim. Bax, sözün ortasında Q var, ondan sonra da cingiltili var. Əgər kar olsaydı bu dəyişiklik olacaqdı, ya, bura keçəcəkdi artıq. Onda məsələ var. Onda mən yerində saxlayacağım iqlim.
İstediğiniz bir dənə istisna da yazaq. İstisna yaxşı şeylər deyil, amma daha yazaq da belə. Yazaq bunun üçün bura haqlı sözünü. İstisna yazaq. İstisna, haqlı. Haqlı olacaq, haqlı. Haqlı. Qışdırıq olur yəni orada. Yaxşı. Hə, olduğu kimi qalır. Qaydası odur ki, olduğu kimi alacaq. Yəni istisnaya fikir verməyin, elə belə bir dənə söz olsun. Hə, yaxşı. Bir də x kimi olma var. Bu da bayaq k-nın xışdırıq kimi olmağı var idi, yoxlayırdıq. Necə yoxlayırdıq? Sait artırırdıq. Əgər k y-yə keçirdisə, onda xışdırıq olurdu. Bu da həmin məsələdir. Q-nı yoxlayırıq. Əgər q y-yə keçən sözdürsə, o söz, onda iki halda onu biz x kimi saxlayırıq. Biri tək olan halda, məsələn, uşaq, bu söz qarşımıza çıxıb. Yoxlayırıq, görün, q y-yə keçir, yoxsa yox? Sait qoyaq. Uşağa, o demək düzgün deyil. Düzgün nətər deyək? Uşağa. Deməli, q y-yə keçən sözdür də bu. Onda tək halda həmin q x kimi tələffüz olunacaq. Uşaq. Qonaq necə tələffüz olunacaq? Qonaq. Sınaq necə tələffüz olunacaq? Sınaq. Sınaq. Ay sol. Bıçaq necə tələffüz olunacaq? Bıçaq. Ay sol. Uzaq. Uzaq. Bir də samit. Əgər deməli, q'dan sonra samit gəlibsə, uşaqlar, sözün söz sonundakı q üstə gəl samit varsa, onda bu tələffüzdə x-ya çevirmə baş verəcək. Məsələn, uşaqlar. Aysa uşaqlar olacaq, samit gəlir olmaz. Uşaqlar. Yəni deyəndə də çalışın ki, belə danışın siz. Uşaqlar. Uşaqlar deməyin. Sinif yolunda uşaqlar deməklə uşaqlar demək. Hə. Qabaqlar yox, qabaqlar. Məsələn belə deyil. Yəni x-la deməyə çalışın ki, elə danışsa da gəlir, daha yaxşı olacaq, danışığınız daha düzgün olacaq, qrammatik cəhətdən düz olacaq o danışıq. Sonra q bayaq y-yə hansı qaydalara aid elədimsə, bitişik məsələsi ayrı. Burada da həmin məsələlər ki. Əgər q-dan sonra sait bitişikdirsə, yazılışda da, tələffüzdə də q-yə keçəcək. Deməli, söz, sonundakı yazırım çatsın, sonundakı q, üstə gəl, bitişik sait. Bitişik sait. Onda yazılışda da q, tələffüzdə də q. Məsələn, qonağa, yazaq onu elə. Qonaq. Bir də a, tələffüzdə də elə. Qonaq. Qonaq olacaq, bəli. Deyə oradakı qaydaya görə. İndi deməli, sait bitişik olanda nə olur? Yazılışda da tələffüzdə də q-ya keçmə olur. Ayrı olanda isə təkcə tələffüz olacaq. Söz sonundakı q, üstə gəl, ayrı sait. Ayrı sait bərabərdir. Yazılış q, tələffüz q. Olacaq məsələn. Deyək ki, qonaq q-na yazdım. Bir dənə saitlə başlayan söz arzulamaq. Arzulamaq. İkisini də tələffüz eləyək. Burada bir transkripsiya açaq. Yox, q. Ayso. Qonaq. Axırda x. Axırda yazıram, bir yəkət. Arzulamaq. Görsünüz nə tərdir məsələlər? Bax, bayaq y-da da bu idi ya, bu məsələ idi. Eyni şeydir. Gəldik buna. Bunu kim başa düşmədi? Başa düşdünüz? Qonaq. Nə deyirəm? Qonaq necə? Qonaq, arzulamaq. Aha, bəli. Sonra arzulamaq. X. O q olmaz. Niyə olmaz? Q olmaq üçün sait gəlməlidir. Q-dan sonra. Bax, q-dan sonra sait gəlib. Neçin gəlmir? Niyə q elim kimi onu?
Onlara da geldi. Hə, sait gəldik deyilik sonra artıq. Hə, qonaq sözündən sonra sait gəlir. Bax, bura bax, al. Gördün, qonaq arzulamaq sözü var, ardınca olunur. O bu gəldim, A çıxdı qabağıma, A sahiblər. Hə, cümlə. Yo, cümlə kimi eləmişəm bunu. Bayaq ayrı-ayrı elədim. Məsələn, ayrı dedik bitişik elədim. İndi ayrı elədim cümlə formasında olan. Sonra sən nə tələb dedin? Sən dedin, kim başa? Hə. Hansında? Bunu deyirsən? Qıl qalıb yerində. Ona yazılışım budur. Hə, bu yazılışdır. Transkripsiya yox. Əgər mən hansı hərfi əgər belə eləməmişəmsə, məsələn A. O belə yazmışam A. Bu yazılışdır. O yazılışdır mı? Hə, ona görə. Bu təbii. Ona görə bax, burada da eləmişəm. Qonaq, yazılışım budur. Qılla yazmışam. Orada axırı. Tələffüzümə baxın. Bax, keçirmişəm buraya. Hə, indi keçirik. Kim var ölçməyi başqa var? Aytol gözü düşsün. Hə, əla. Sən röyə başa düşsün. Röyə idi sən adında. Hə, əla. Yaxşı, burada da iki vəziyyətdə ola bilər. Biri odur ki, qoşa qığlar olsun. Qoşa qığlar. Məsələn, deyək ki, saqqal. Ay, 9 sözünün saqqal sözü. Saqqal, saqqal. Tələffüzdə birincisi çevrilir. Olacaq. Saqqal. Çaqqal, çaqqal, 9, saqqız, saqqız, belə. Bir də ki, uşaqlar, bəzi alınma sözlər var ki, onlar qığıya keçmiş. Keçmir və ərəb mənşəli sözlərdir. Məsələn, aşiq, aşiq, belə olur olar. Bax, yazıram bura, aşiq sözü. Bu, əslində aşiqə düzgün deyil, yəni elə yaxşı şey deyil. Bu, aşiq sözünü qığıya keçmir, ona görə mən də bunu köçdürüb nə edirəm daha tələffüzdə. Sonra sadiq. Qığına yazıram. Keçir qığıya, keçmir bu sözdə? Keçmiş. Keçmirsə bu nə olacaq? Köçdürüb. Sadiq. Deyəndə sadiq deyirsiniz. Sadiq. Yəni sadiq olmuşam sənə yox, elə yox. Sadiq olmuşam. K kimi. Bu bizə burada olan köçdürüxü biraz k'laşdırırsan yəni deyəndə. Hə. Sonra bu bir. Üçüncü var yəni burada. Bayaq nətər dedim ki, bunun əksi. Handa yox. Hə, burada. Bura bax. Dedim ki, cingiltili gələndə nə olur? Öz yerində qalır. İqlim. Kar gələndə isə köçdürüxü olacaq. Məsələn, nöqsan. Deməli, bunu belə eləyim də. Söz ortasındakı qı üstə gəl kar samit. Onda nə olacaq? Qı olacaq bizim üçün köçdürüxü kimi. Məsələn, yazıram bura nöqsan. Nöqsanda görsən, qıdan sonra nə gəlib? Kar samit gəlib. Onda nöqsan olacaq. Nöqsan. Belə. Bunu tezdən deyə buradan başa salacaq. Əgər söz ortasında qı varsa, sözün ortasında bir qı var. Və ondan sonraki samitə baxacaqsan. Karlı yoxsa cingiltili. Cingiltilidirsə əgər sözün ortasında olan qıdan sonra cingiltili samit gəlibsə, qını saxlayacaqsan yerində. Heç nə dəyişməyəcəksən yəni. Məsələn, bax, iqlim sözünü hara yazmışam? Bax bura. Sözün ortasında qı var. Və ondan sonra da genel samit cingiltilidir kar. L. Cingiltili. Hə, mən nə demişəm? Qını yerində saxlamışım. İndi fikir axırıncı qaydama bax. Söz ortasında olan qı samitindən sonra kar samit varsa, yaxşıca yazmamışım biz burada. Qıdan sonra görsən nə var? S axı kardır. Onda qını çevirmişəm köçdürüxə. Sonra deyək ki, məsələn, nöqsan başqa söz ağlıma gəlmədi. Bir dənə bu nöqsan söz yazına gəldi. Sözlər var olar, aydın ağlıma gəldi. Nöqtə, ay sağ ol, ay nə yaxşısın canım.
Nöqtə. Bax. Nöqtə sözü var bura. Və bu q'dan sonra nə gəlib? T. Düzdür? T karlı cingitli. Hə, karlısa onda q 2 iştifa keçəcək. Qaydaya görə. Sən belə. Nöq, ştrix, tə. Belə, bu qaydalarımızı yekunlaşdırırıq. Keçirik indi. Nə qədər qalır vaxtımıza? Baxın görək. Kimdə varsa? 55 oldu. Hə, kameradakı saatın bir şey göstərir, nə adı? Bir baxaq görək ki, vaxta rəayət edək ki, nə qədər keçəcək? 55, yox heç. 17.04. Neçədə olmalı dərsimiz bitməlidir? Vaxtıdır. 5-də bitməlidir. 5-də bitməlidirsə, elə həm də elə olsun ki, öyrəndə biləsiniz də. Yəni, bunun ardı var o yerdə. Ardı var da. Ardı var, hə. Bunların ardı var. Gələn dəfə bunların ardını deməli, keçərik də. Ardında çox yoxdur, var da, amma qaydalar var. Yəni,